Övliyalar piri, mürşidi kamil olan Həzrət İmam Musa Əl-Kazım əleyhissalamın ikinci dəfə Harun ər-Rəşid tərəfindən həbs olunması barədə İxtiyaru Əxbarur Rical kitabında bir hekayə keçir. Nəql olunur ki, bir gün Yəhya ibn Xalid Bərməki ki, Harun ər-Rəşidin vəziri idi, gəlib Harun ər-Rəşidə deyir ki, bəs Hişam ibn Həkəm yer üzündə səndən başqasına tabe olmaq lazım olduğunu deyir. Hişam ibn Həkəm də dövrünün alim adamlarından və Həzrət Musa Əl-Kazım əleyhissalamın yaxın tərəfdarlarından idi. Harun ər-Rəşid bunu eşitdikdə öz vəzirinin doğru deyib demədiyini yoxlamaq üçün ondan bir məclis, bir elmi məclis qurmasını istəyir və ora Hişam ibn Həkəmi də çağırmasını istəyir ki, orada Hişam ibn Həkəm dövrünün başqa alimləri ilə, mütəkəllim sxolastik alimləri ilə, yəni sxolastika elmi ilə məşğul olan həmin dövrün alimləri ilə bir münazirə etsin və orada öz fikirlərini, imamət, rəhbəriyyət mövzusu barəsində öz fikirlərini qeyd etsin, görüm həqiqətən elə fikirləşir ya yox. Odur ki, bir elmi məclis qururlar, Hişam ibn Həkəm də ora dəvət olunur, Harun ər-Rəşid də pərdə arxasından özünü göstərmədən qulaq asır və heç kəs bilmir ki, əslində xəlifə oradan qulaq asır bunlara. Mövzu açılır, elmi mübahisə, münazirə gedir və orada Hişam ibn Həkəm imamət mövzusundan söhbət düşdükdə öz fikirlərini açıq-aydın şəkildə deyir ki, bəs həmin o dəlillərini gətirərək qeyd edir ki, bugünkü gündə yer üzündə imam olan, mürşidi kamil olan şəxs İmam Musa Əl-Kazım əleyhissalamdır ki, gərək insanlar ona itaət eləsin. Qeyd edirlər ki, Harun ər-Rəşid bunu eşidəndən sonra elmi münazirə qurtarır və İmam Musa Əl-Kazım əleyhissalamın həbs olunması barədə qərar verir və İmam Musa ikinci dəfə həbs olunur. Allah Hişam ibn Həkəmə rəhmət eləsin. O, dövrünün çox yaxşı insanlarından, böyük alimlərindən və İmam Musa Əl-Kazimin də çox yaxın tərəfdarlarından idi. Lakin həmin məclisdə dediyi doğru sözlərin nəticəsi yaxşı olmadı. Bu hekayədən başa düşəcəyimiz, çıxara biləcəyimiz nəticə nədir? Budur ki, insan hətta doğru olsa belə hər doğrunu hər yerdə danışmaz. Harada nə danışacağı barədə çox diqqətli olmalı, yüz ölçüb bir biçməlidir. Hətta hər həqiqət olan şeyi də hər yerdə deməli deyil. Necə ki, Həzrət Əli oğlu Məhəmməd Hənəfiyyəyə bir kəlamda buyurur ki, yalan danışma, lakin hər həqiqət olanı da danışma. Yəni, hər həqiqət olan şeyi də hər yerdə danışmaq lazım deyil. Yoxsa hər həqiqət olan, hər doğru olan şeyi də hər yerdə danışanda, diqqətsiz şəkildə harda gəldi danışanda, nəticəsi özün bir tərəfə başqalarını da əziyyətə salmağa səbəb ola bilər.